Salam dəyərli izləyicilər. Bu günləri sizə unikal bir bağ təqdim eləyəcəm. Bu elə bir bağdır ki, buradakı bütün meyvə ağacları öz doğma regionundan gəlib. Göycəni Naxçıvandan gətiriblər, üzümü Gürcüstandan gətiriblər, zoğalı Şimal zonasından gətiriblər. Və burada 60-a yaxın meyvənin ağacı var. Belə bir bağdır. Hal-hazırda yağış yağır. Sadəcə olaraq yəni biz nə yağışa baxırıq, nə başqa şeyə təqdimatlarımızı eləyirik. Belə bir 38 metr uzunluğunda talvardır. Üstündə 18 kvadrat metrlik mansarddır, hansında ki siz oturub çay içə bilərsiniz. Samavarı qoyub çay içə bilərsiniz və meşə qalır düz ayağınızın altında. Bu tərəfdə isə yenə də bağ ərazisidir. Ümumi sahəsi 22 sot Kupçalı. Yəni dövlət çıxarışı olan bir bağdır. Gəz-gəz doymursan buradan. Yağış da yağır, amma məcbur təqdimatımızı eləyib sizinlə bölüşməliyik. Bura artıq nə qədər vaxtı gəlmək istəyirik. Hələ hər dəfə yağışa görə təxirə salınır, amma daha təxirə salınacaq bir vəziyyət yoxdur. Baxın, gördüyünüz kimi ümumi dəyərin 85 minə deyirlər. Bura İsmayıllı rayonu Qalıncaq kəndidir. Qalıncaq kəndinin axırıdır. Artıq bu sahədən sonra meşə başlayır. Belə bir gözəl bağdır. Baxın buradakı ağaclara, fındıq ağacları, alma, armud, vişnə, gilas, hamısı da öz regionundan gətirilmədi. Və burada İsmayıllının torpağına da heyran qalırıq ki, nə əksən burada bitir. Belə, dəyərli izləyicilər, ətraflı məlumat üçün qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Suyu, işığı daimidir bu ərazinin. Qazla da artıq sentyabr ayından sonra təmin olunacaq. Videoları bəyənin, rəylərinizi bildirin, kanala abunə olmağı unutmayın. Bir daha təkrar edirəm. 40 kvadrat metrlik belə bir tikili var, 18 kvadrat metrlik mansard və 60-a yaxın fərqli meyvələrin ağacları olan bir bağ sizə təqdim edirik. Hər kəsə bol şans. Növbəti videolarda görüşənədək.